Və İsrail oğulları, fariseylər və Rabbinlər bir ağızdan qışqırmağa başladılar. Barabas, biz Barabası istəyirik. Onlar bir cinayətkarı seçdilər və bununla da İncilin özündə təsdiq olundu ki, əgər yer üzündə insanların çoxuna tabe olsanız, onlar sizi azdıracaqlar və insanların, hətta savadlıların, hətta din alimlərinin belə Allahın sizin üçün istədiyini seçmə gücü yoxdur. Hər dövrdə bir imam var və hər dövrdə bir Barabas var. Hər dövrdə biz seçim etmək məcburiyyətindəyik. Ya Adəmin dövlətində yaşamaq, ya da şeytanın dövlətində. Biz seçirik ki, mələk olaq, yoxsa şeytan. Çoxunuz bu şəkli tanıyırsınız. Onun nəyi təmsil etdiyini bilirsiniz. Və açıq-aşkar burada Adəmin minbərdə olmasını və mələkləri görürsünüz ki, onlar Adəmin qarşısında səzdə halındadırlar. Ona itaət edirlər, ona təslimdirlər. Bax, Allaha bu şəkildə ibadət olunur. Hədisi xatırlayın. Orada nə deyilirdi? Deyilirdi ki, Allaha nə vaxt açıq şəkildə ibadət olunmağını istəsəydi, bu